bugünkü konfrans ailə, qadın və uşaq problemləri, onlarla bağlı çağırışlar, media müstəvisində biz nələr edə bilərik? Yəni bununla bağlı çox maraqlı müzakirələr təşkil olundu. 21-ci əsrdə ümumiyyətlə Azərbaycan təkcə Azərbaycan mediası üçün deyil, bütövlükdə beynəlxalq jurnalistika üçün də olduqca aktual olan bir mövzudur. Gender məsələləri mediada bu mövzuların işıqlandırılmasının qaydaları, norma və prinsipləri və o cümlədən bizim üçün də. Yəni İşıq jurnalı ilə də bağlı bir təqdimat, transliterasiyasının təqdimatı oldu bugün. Ümumiyyətlə İşıq qəzeti Azərbaycan jurnalistika tarixində olduqca özünə məxsus yeri və rolu olan bir qəzet olub. Onun özünə məxsusluğu məhz ailə dəyərlərini, qadın, uşaq mövzularını gündəmə gətirməsi olub. Bayaq Əsəd mənim çox gözəl bir çıxış elədi. O qeyd elədi ki, hələ o dövrdə belə bu qəzet həm özünü dırnaqarası mütərəqqi hesab edən solçular, həm də ki, dini mühafizəkar kəsim tərəfindən hər zaman hədəfdə olub. Amma bununla belə mücadilə edərək, deməli, bir il heç olmasa fəaliyyət göstərə biliblər. Çox yaxşı ki, bu gün bu ənənənə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən davam etdirilir və İşıq dərgisi nəşr olunur. O cümlədən Füyuzat dərgisi nəşr olunur. Mən ümid edirəm və inanıram ki, yaxın zamanlarda bizim digər 20-ci əsrin əvvəllərində çap olunmuş mətbuat nümunələrimizin də transliterasiyaları hazır olacaq və onlar da istifadəyə veriləcək.